Füzuli rəhm etdiyim bir söz var, deyir, aləm sədəfində insandan qiymətli gövhər yoxdur. Sədəfin içərisində mirvari gövhər olur da. Deyir, aləm sədəfində insandan qiymətli gövhər yoxdur. İnsan sədəfində sözdən bahalı cövhər yoxdur. Yəni, sözə qiymət vermək, sözün özünü sevmək, səsi yox ha. Səs külək misalındadır. Söz yağış misalındadır. Sözü sevmək lazımdır. Sözə dəyər vermək lazımdır. Əli əleyhissalam deyir ki, kişi dilinin altında yatıb. Kişi danışanda bilinir kimdir. Nə qədər sözü deməmsən, sən sözün ağasısan. Elə ki, dedin, o sənin ağan olur. Sən o sözünlə tanınırsan. Söz o qədər böyük, qiymətli bir şeydir ki, Həzrəti Peyğəmbərə verilən möcüzə söz möcüzəsidir. Sonuncu Peyğəmbərə. Digər Peyğəmbərlərdən fərqi nədir? Digər Peyğəmbərlər özləri getməklə möcüzələri də getdi. Hanı Musanın əsası? Hanı Həzrəti İsa'nın ölü diriltməyi? Amma sonuncu Peyğəmbərin özü getsə də möcüzəsi, sözü qalır. Ona görə Füzuli rəhmətli deyir ki, ver sözə ehya ki, tutduqda səni xavbi əcəl, sözü dirildiyinən ki, səni ölüm yuxusu tutanda, çünki səni eylər həmən uyğudan bidar söz. O yuxudan səni ancaq söz oyadacaq ki, Allah rəhmət etsin, filan kəs belə bir söz deyərdi. Və insanı daha çox yaşadan sözdür. Çünki ən qalıcı varlıq sözdür. Və fayda verən varlıq sözdür. Söz mənadır. Səs isə o mənanı ifadə edir. Ona görə söz yağış misalındadır ki, düşür münbit torpağa, yaşıllıq bitirir. Düşür səhralığa tikan çıxartır. Düşür daşa, qayaya, hələ necə düşürsə, hələ də axır gedir.